Hər vaxtınız xeyir. Bu gün sizinlə porsiyon tort hazırlayırıq. Yəni hər adama individual olaraq bölünüb hazırlanmış bir tortdur. Üstünlükləri çoxdur. Və birinci növbədə əlbəttə ki, biz korjlardan birini hazırlayırıq. Bunun üçün bizə şəkər, tozu, su, agar-agar və bunu bişiririk. Şəkəri bişiririk ki, daha sonra bunu çaldığımız yumurta ağlarına qataq. Bu korjlardan biri olacaq. Biz sizinlə quş südü tortu hazırlamışdıq. Hərçənd ki, baxam az olub, baxmamısınızsa baxın, rəylərinizi yazın, göndərin. Çox ləzzətli, yüngül və faydalıdır. Ondan kökəlməzsiniz, lakin ləzzət alarsınız. Və gördüyünüz kimi ocağın üstündə qoyuruq, tam qaynayana qədər bunu qarışdıracağım ki, şəkər dibində yanmasın. Daha sonra isə qoyacağım vanla qaynasın. 120 dərəcəyə qədər deməli temperaturu qalxmalıdır. Desəniz ki, termometrim yoxdur, onda belə eləyirik. O qaynayır, qaynayır, qaynayır. Sonra bir damcı soyuq suyun içinə atırsınız. Əlinizlə əgər yumru kürə halına gəlirsə, artıq hazırdır. Amma gözləyin, barmaqlarınızı yandırmayın. Bu arada bu yavaş-yavaş qaynamaqda olsun. Mən indi ateşi alacağım, çünki yumurtanın ağını hələ çalmamışam. Yumurta ağı soyuq və ya otaq temperaturunda olar. Heç bir fərqi yoxdur. Əsas fərq ondadır ki, qablarınız təmiz olsun, yağlı olmasın. Çırpmaq telinizdə yağlı olmasın. Yağlı olsa pis qalxacaq və bərkiməyəcək köpüklər. Şiri artıq hazırdır və biz onu götürüb yavaş-yavaş çaldığımız yumurta ağının üstünə əlavə edə bilərik. Əsas şərt odur ki, pərlərin üstünə və qabın qırağına düşməsin. Tez soyuyur. Soyuduğu üçün də nə olur? Dənə-dənə içində yumrular əmələ gələ bilər. Və bunu əlavə edirik, eyni zamanda da çalırıq. Yumurta ağını çalarkən bir çimdik duz və bir çimdik limon duzu əlavə edirik. Baxın, nəticədə şirəni əlavə edəndən sonra bu cürə bərklikdə deməli bir yumurta ağı əldə edirik və istəyə görə bura 50 qram kərə yağı əlavə edə bilərsiniz. Mən bu dəfə əlavə etmədim, çox da gözəl alındı, çünki kremimiz onsuz da yağlı olacaq. Yumuşaqlığı üçün baxın, əlavə edə bilərsiniz, bu cürə qarışdırarsınız və salam hazırdır. Yağ onun o dəqiqə bərkiməyinin də qabağını alır, onu da deyim. Bir azacıq əlavə etdim, çox yox. İndi bunu bir formaya tökürük. Tortunuz hansı ölçüdə olacaqsa, o ölçüdə olan forma olmalıdır ki, daha sonra qıraqlarını kəsməyə ehtiyac olmasın və ya kiçik gəlməsin tortunuza. Kiçik gəlsə yenə də qıraqlarını kremlə düzəldə bilərsiniz. Hazırladığınız tortun deməli qabında onu birləşdirib soyudursunuz. İndi isə biskvitin deməli korjlarını hazırlayırıq. Bir korj hazırlayacağım. Yumurtanın ağını çaldıq bərk daş kimi. Unu elədik. Onun içərisinə qabartma tozu, bir çay qaşığıdır burada və vanil əlavə edirəm. Bunu yaxşıca qarışdıraq və hissə-hissə. Mən biskvitin hazırlanmasını sizə göstərmədim. Hamınız bacarırsınız. Yadınıza salın. Yumurtanın ağını həmişə ayrıca çalıram. Bir çimdik duzla və ya bir çimdik limon turşusuyla daş kimi olur. Ondan sonra yumurtanın sarılarını bir-bir atıram, davam edirəm və şəkərini əlavə edirəm. Yumurtanın ağına da əlavə edə bilərsiniz şəkəri, sarısını da ayrıca çalıb əlavə edə bilərsiniz, lakin ağına əlavə edirik, çalırıq. Sonra yumurtanın sarısını bir-bir atdıqca onu qəşəngcə çalırsınız. Vaxt gedəcək, sözsüz ki, qarışandan sonra axırda bir xörək qaşığı ya süd, ya ilıq su və bir xörək qaşığı bitki yağı əlavə edirik. Azacıq qarışdırırıq, sonra unu əlavə edirik, qoyuruq formada bişməyə. Bişdi, gördüyünüz kimi çox gözəl bir biskvit alınır. Həqiqətən də həm ləzzətli olur, həm də ki, gözəl olur. Krem üçün əvvəlcədən dəmləmə hissəsini hazırladıq.
Neydi orada? 2 stəkan süt, 80 qram şəkər tozu, 2 xörək qaşığı un. Onu yaxşıca bişirdik, qoyduq bir qırağa. Otaq temperaturunda olan yağı çaldıq, üzərinə qatlaşdırılmış süd əlavə elədik 150 qram və yavaş-yavaş da dəmləməni. İndi bunu çala bilərik və ya dəmləmə ilə birlikdə çala bilərik, amma dəmləmə mütləq soymalıdır. Bunları yaxşıca qarışdırın, sonra dəmləməni bura əlavə eləyəcəyəm. Mən bəzəyə vurmadığım üçün, mənim üçün bunun çox hamar olmasına ehtiyac yoxdur. Ona görə tez bazar bunu qəşəngcə çala bilərsiniz. İçərisinə kakao və şokolad əlavə edəcəm. Yəni krem çəkəndə görəcəksiniz ki, onun içində belə yumrular da var. O şokoladdır. Rəndədən keçirilmiş. Dəmləməni də hissə-hissə əlavə edirsiniz və çalırsınız. Dəmləmə məndə gördüyünüz kimi bərk alınıb. Unun növündən asılıdır birincisi. Burada yumurta yoxdur, ona görə un, şəkər tozu və süd daha doğrusu. Südümüz 400 ml-dir, 450 də götürmək olar. Yenə deyirəm, undan asılıdır. Bunu yaxşıca çalırıq, hamarlığı bizi o qədər də narahat eləmir. Yəni duru olmasın, vəssalam, əsas odur. Resepti videonun altındakı açıqlamada yazılacaq, buradan köçürə bilərsiniz. Suallarınız varsa mesajda yazın, cavablandıraram. Qalan squşyonkanı bura əlavə elədik, qatlaşdırılmış südü və yaxşıca çalıram indi. İndi bura kakaonu əlavə eləyəcəm. Kakaonu mütləq əliyin. Əlavə eləyəndə içində yumruları, kakaonun özünün yumrusu qalmasın. Şokolad onsuz da qarışanda orada yumrular olacaq. Lakin kakaonun belə un kimi hissəsi alınmasın da, düşməsin kremin arasında. Bunu yaxşıca əliyib bura əlavə eləyək və qarışdıraq. Bu mərhələdə vanil əlavə eləyə bilərsiniz və ya hansı əlavələri eləmək istəyirsə əlavə eləyə bilərsiniz ki, ətri daha da gözəl olsun. Onsuz da həm xəmirə, həm yumurtanın ağına, həm quş südünə vanil əlavə etmişdim mən. Ona görə burada əlavə etmirəm. Buradanca kakao gördüyünüz kimi elədim. Kakao da, şokolad da bunun öz ətrini deməli buraxacaq. Tortumuzu artıq yığa bilərik. Korjlarımız hazırdır. 3 korjumuz var. Gözəl, yumşaq kremimiz var. Bizə yarım stəkan süd lazım olacaq. Korjları nəm etmək üçün. Və ya şəkərli sudan da istifadə edə bilərsiniz. Kremimizi elə belə qaşıqla götürüb adam yemək istəyir. Hayf ki. Və tortumuzu yığırıq. Mən onu nəvələrim üçün aparacağım. Və gördüyünüz kimi korju nəmləndirirəm. Lakin birdən yadıma düşür ki, mənim formam sınıb keçən dəfə. Nədə aparıramsa, ona görə mən bunları porsiyon eləyirəm. Həm apardığım yerdə qab bulaşmayacaq, ancaq qaşıqları bulaşdıra bilərik. Həm də ki, aparmaq rahat olacaq. Və indi axırda sizə göstərəcəm ki, necə qablaşdırdım. Kremi hər deməli qatına çəkirik. Kremimiz boldur. İstəyirsiniz qalın təbəqə halında torbadan, krem torbasından sıxa bilərsiniz. İstəyirsiniz bu cürə elə göz yarı əlavə edirsiniz və yayırsınız korjları. İndi ikinci korjumuzu qoyuruq. Baxın, bizim bu korjumuz böyükdür, qalındır digər korjlara nisbətən. Onu yarı da bölüb 4 yerə bölə bilər, 4 korj halına gətirə bilərsiniz. Lakin mən bu dəfə bu cürə istədim. Və indi üst təbəqəsinə də krem çəkəcəyəm. Ona görə mənə krem sulu lazım deyildi. Çünki sürüşkə idi o korj, onun üstündən o krem rahatlıqla axa bilər. Ona görə kremi yumuşaq eləyirik ki, o belə yapışsın. Çox da qatı olmasın, amma eyni zamanda da yapışsın korjumuza. Tortumuz bol proteinlidir. Yumurta ağı çoxdur bu tortda.
Yumurta sarısı demək olar ki, 4 ədəd yumurtanın sarısı var. 2 kilo 200 qram tortun içərisində. Digər korju da nəmləndirmək lazımdır birazcık. Onu da üzərinə süddən əlavə edəcəyəm. Üzərinə deyəndə ki, iç tərəfinə çevirirəm, nəmləndirirəm. Daha sonra nəm hissəsi ilə çevirirəm kremin üzərinə. Belə. Demək olar ki, tortumuz hazırdır. Bir dənə qaldı üstünün kremini çəkmək. Qıraqlarına krem çəkməyəcəyik. Mənim bu dəfəki biskvitim o qədər tirli alınıb ki, belə özümü saxlaya bilmirəm, onu da deyim sizə. Şirniyyat yeməyi sevirəm. Bu yaşda da bu qədər şirniyyat yemək olmaz. Ona görə videolarımda sayı azalıb. Sizin baxış sayınız da azalıb. Və sizdən xahiş edirəm, like edin, paylaşın, tanış bilişlərinizlə. Bilirəm ki, bu tortdan heç kim hazırlamayıb. Buna ad da vermirəm. Kim istəyir, adlandırsın. Biz də seçək 10 nəfər adla müraciət eləsin, yəni yazsın mesajlardaki adı bu olsun, adı o olsun. Biz de onun arasından seçək, bu tortun adını qoyaq. Necədir sizin üçün? Və üstünə də gördüyünüz kimi kakao səpdim. Kakaonun rəngi biraz dəyişik olsun. Gördüyünüz kimi biraz dəyişikdir. İndi sap götürürəm və bunu elə bil ki, belə bölürəm. 8 yerə böləcəm, çünki 8 dənə qabım var. Həm də ki, 8 nəfərik masanın arxasında. Hərçənd də axırıncı dəqiqədə bilindi ki, biz 8 deyirik, daha çox o, başqa qonaqlarımız da olacaq. Və baxın, indi səliqə ilə kəsirik. Üstünü bəzəmək üçün ağ şokoladdan istifadə edəcəm, tüm şokoladdan istifadə edəcəm, badamdan istifadə edəcəm. Və görüm ikisini də nə ilə bəzəyərəm də. Yəni cürəbəcür olsun. Kim asından istəsə, ondan da götürər. Onu da sizə deyim ki, bu tikələr əlbəttə ki, böyükdür. Onları 2 yerə, biz masaya verəndə bunu onları 2 yerə böldük. Çünki dediyim kimi qonaqlarımızın sayı çox idi. Və məcburi olaraq bu iri tikələri yox, bunları daha kiçik hissələrə böldük. Baxın, beləcə. Hətta ad günü olan adam dedi ki, mənim tikəm niyə yarı bölürsünüz? Mən onun hamısını yemək istəyirəm. Və görürsünüz, baxın bu cürə şahane bir tortumuz alındı. Bir bunları qablaşdıracağım indi. Videonun altında açıqlamada resepti yazacağım. Və tortumuzun çəkisi 2 kilo 200 qramdır. Çox ləzzətlidir. Adını siz qoyacaqsınız, yadınızdan çıxmasın. Like'larınızı gözləyirəm. Rəylərinizi gözləyirəm. Və Şərqiyə xanımdan bu günlük bu qədər. Allah hamımızı xatadan baladan qorusun. Pis nəzərdən qorusun. Torpağımızı, vətənimizi Allah qorusun. Vallahi nə deyim. Çətin bir dövrdə yaşayırıq. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.